hal-hazırda adam müdafiəsində dayanan 3 dənə dəstədir. Onun üçün də bizə texnika lazım ki, ermənilərin qabağında dayanmaq üçün. İndi mən onlarla söhbət eləmişəm, bu qara postunu deyirlər, oranı siri neytrallaşdıraq, nə onlar olmasın, nə biz olmayaq. Bu şelli postunu bizə deleksiz götürün. Əliyar bəy, bu yaxına sizi təbrik edə bilərik. Bu hadisələr başlamaq ilk gündən məhkəmə bu işə qoşulmuş uşaqlardır, ilk gündən döyüşən uşaqlardır. Bu artıq neçə illərin psixoloji hazırlığıdır ki, artıq onlar özləri tam sərbəst hiss edirlər, tam sərbəst. Çoxu deyir Şuşa, Kəlbəcər, Laçın alındı. Şəxs sərbəst qoyma, mən onun üçün bir xidmətliyəm, özüm altda bir yaralanmışam, həm veteran müqaziyəm. Reklam üçün demirəm, üzr istəmamıza. Yəni, mən üçün bu 30 ildə Şuşa, Laçın, Kəlbəcər yol bizim ana bacılarımızın tapdanmış namusu, şərəfimiz yeri qayıtdı. Mən ona sevinirəm, çünki... Azərbaycanın ayrı-ayrı yerlərindən gəlmiş qoçaq milisiçilərimiz var. Adicə vətəndaşlarımız var, hansı ki gecə-gündüz Qarabağımızı qoruyurlar və qoruyacağıq. Vətənimizə bir dənə canımız qurban olsun. Heç olmaz. Mən şükür yoxam, Azərbaycan dağlasın. Sabahları minlərlə məni kimi şükür çıxacaq.